Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa Savalan massivində tam yolun kənarında qapısına qədər asfalt, məktəb və marşruta yaxın bir ərazidə kiçik torpaq sahəsinin üzərində. Bax, belə bir modern tipli həyət evimiz çıxıb çatışır. İnşallah həyətin təqdimatını təqdim edək sizlərə, sonra keçirik evin içərisinin təqdimatına. Evin torpağın çıxarışı var, paket qopçadır. Qeyd etdiyimiz kimi qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Bir zal, belə deyək, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Kombinin xəttləri atılıb. Kombisiz ilkin olaraq 110 min manatdır. Yox, əgər kimsəsə kombi qoymaq, o biraz qiymətində inşallah fərq edəcək. İnşallah həyətini təqdim edək sizlərə. Kiçik torpaq sahəsinin üzərində inşa edilir. Az da olsa evin sağ hissəsinə yeri var. Balaca bir torpaq sahəsi qoyulub piləkmək üçün. Su xətti var. Və sol hissəsini sizlərin təqdim olması, zəhmət olması təqdim edək. Aşağıda palval hissəsidir. Bax, bu hissə mətbəx üçün nəzərdə tutulub. Yerdən də ən azından 7 daş, 8 daş göstərilir. İnşallah qalxaq evin içərisinin təqdimatına. Yəqin ki, üzrlü sayarsınız. Bizlər son tamamlanma işləridir. Tamamlanıb. Ola bilər bir balaca. Digər giriş hissəsində buradan təqdim edək, izləyicilərimiz izləsinlər inşallah. Demək, keçid edək evin içərisinin təqdimatına inşallah sizlərə evin içərisindən təqdim edək. Girişində koridor hissəsində qeyd etdiyimiz kimi kombin xəttləri atılıb. Sağda zol hissəsidir. Zol hissəsini təqdim edək zəhmət olmasa. Və onu da nəzərinizə çatdıraq ki, tam yolun kənarındadır. Bu məktəbə marşruta yaxındır. Birinci yataq otağımızı təqdim edək və qeyd edək ki, bütün otaqların aboyları ayrı-ayrılıqdadır, yəni fərqli-fərqlidir. İkinci yataq otağımızı sizlərə təqdim edək zəhmət olmasa. Və üçüncü yataq otağımızı təqdim edək. Və mətbəx hissəsini təqdim edək. Mətbəx hissəsi tam hazır bir vəziyyətdə bir şeydir. İlk öncə də qeyd etmişdik sizlərə. Və sanuzel hissəsini sizlərə təqdim edək. Sanuzel hissəsi tam bir hazır vəziyyətdə istiboldan ibarətdir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştaqa Savalan massivindədir. Demək olar qapısına qədər asfalt və marşruta tam yaxın ərazidir, məktəbə yaxındır. Evin torpağın çıxarışı var, qeyd etdiyimiz kimi ipoteka yararlıdır. Qeydiyyata düşmək olur. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarət.